Bu bayram günləri həm də tətil günləri, yəni həftə sonu ilə üst-üstə düşdüyünə görə ardıcıl olaraq 4 gün qeyri-iş günüdür və bu gün də Daxili İşlər Nazirliyi hərəkət iştirakçılarına müraciət etdi ki, yollarda diqqətli olaq. Çünki ağır yol nəqliyyat hadisələri hər bayramda çox təəssüflər olsun ki, bizi narahat edir və bayram ərəfəsi artıq dünən Qazax rayonunda 4 gəncin ölümü ilə nəticələnən ağır qəzanın şahidi olduq. Bugün Daxili İşlər Nazirliyinin yaydığı video görüntülərdən baxdıq. Dəhşətli piyada vurma hadisələrinin şahidi olduq. Hər biri bizi incidir, bizi narahat edir. Ona görə də bayram günlərində yola çıxarkən mütləq bəzi qaydalar var ki, buna əməl etmək lazımdır. Daxili İşlər Nazirliyinin müraciətindən də göründüyü kimi səhər saatlarında yola çıxmağı tövsiyə edirlər və adətən yorğun və yuxusuz halda yola çıxmaq, sükan arxasına əyləşmək tövsiyə olunmur. Sərxoş halda narkotik və psixotrop maddələrin təsiri altında sükan arxasına əyləşmək tövsiyə olunmur. Sürət rejiminə əməl etməliyik hər birimiz. Ötmə manevr qaydalarını, qaydalar çərçivəsində qanunla icazə verilən formalarda həyata keçirməliyik və təbii ki, sərt döngələrdə, görünmə məhdudiyyəti olan ərazilərdə də diqqətli olmalıyıq. Hava şəraitini də nəzərə almaq lazımdır. Külək, yağış olanda mütləq sürət rejimini buna uyğun seçməliyik və nə qədər qaydalara uyğun hərəkət etsək, o qədər mənzil başına rahat və təhlükəsiz şəkildə çatmaq şansımız yüksəlir. Xüsusi olaraq meşələrdə, bu istirahət zonalarında yanğın təhlükəsizliyi ilə bağlı da müəyyən fikirlərimi çatdırmaq istəyirəm. Siqaret kötüyünü hara gəldi atırlar, bəzən alov, tonqal qalırlar, sonra onu tam söndürməmiş ərazini tərk edirlər və bu da meşə yanğınlarına səbəb olur. Yenə də diqqətli olmaq lazımdır. Məhəllələrdə, həyətlərdə avtomobilləri park edərkən diqqətli olmalıyıq. Elə yerlərdə maşın saxlayırlar ki, məhəlləyə dönüb girmək olmur, çıxmaq olmur. Hələ bu minik maşınlarına aid olan bir məsələdir. İndi gəl ki, yanğın təhlükəsizliyi ilə bağlı yanğın söndürən avtomobil gəlsin, iri qabaritli nəqliyyat vasitəsidir. Eyni zamanda təcili yardım avtomobilləri hərəkət edə bilmir. Şlaqbaumla bağlanan həyətlərdə yaşayan insanlara çağırış etmək istəyirəm ki, nəzərə alsınlar bu cür nəqliyyat vasitələrini. Polis, yanğın söndürən, təcili yardım maşınları hər an gələ bilər. Şlaqbaumu bağlayıb gedib evinizdə rahat yatırsınız və yaxud da uzaq bir səfərə çıxırsınız. Sizi axtarmaq, tapmaq ki, gəlin bu şlaqbaumu açın, bu problem yaradır. Ona görə bu məsələlərə diqqət yetirməliyik. Bakıya da təbii ki, axın olacaq. Ona görə yollarda müəyyən ərazilərdə sıxlıq yarana bilər. Mümkün qədər ictimai nəqliyyata üstünlük versək daha yaxşı olar, xüsusən şəhərin mərkəzinə gələrkən. Bilirsiniz, mərkəzdə parklanma qiymətləri bahadır, yəni 1 manat, sonra 70 qəpik və sonra 40 qəpik. Ona görə tövsiyə edirik ki, qaydaları pozmamaq şərti ilə hərəkət etmək daha rahatdır, təhlükəsizdir, cəriməsiz, qəzasız, bəlasız mənzil başına gedib çatmalıyıq. Bu baxımdan bu bizim də tövsiyələrimizdir, Daxili İşlər Nazirliyinin də tövsiyələridir ki, hər birimiz mənzil başına sağ-salamat çataq. Avtomobilin texniki vəziyyətinə nəzarət etmək lazımdır. Texniki cəhətdən saz vəziyyətdə nəqliyyat vasitələri ilə uzaq səfərlərə rahat şəkildə çıxmaq olar. Eyni zamanda məsafəni qət edərkən mümkün qədər 1 saatdan 1, 2 saatdan 1 hardasa dayanmaq, istirahət etmək lazımdır ki, dayanmadan fasiləsiz şəkildə nəqliyyat vasitəsini idarə etmək yorğunluq, yuxusuzluq gətirir ki, bu da yolda diqqətin yayınmasına və ağır qəzaların baş verməsinə səbəb olur. İşğaldan azad olunan ərazilərə gedərkən mütləq yolumuzqarabağ.com saytından qeydiyyatdan keçiririk, avtomobilimizi də qeydiyyatdan keçiririk və hərəkət edirik. O yollara çoxumuz bələd deyilik. Ona görə də əziz izləyicilər, hər birinizə tövsiyə edirəm ki, orada mümkün qədər sürət rejiminə, ötmə manevr qaydalarına əməl eləyəsiniz. Çünki demək olar, hər həftə çox ağır qəzaların şahidi oluruq həmin bölgələrdən. Şükürlər olsun, torpaqlarımız işğaldan azad olunub, amma görün nə qədər adamı yol nəqliyyat hadisələrində həmin ərazilərdə itirmişik. Onların arasında çox təəssüf ki, hərbi qulluqçularımız da var. Çünki yol şəraitinə bələd deyirlər, sürətlə idarə edirlər, duman,
yağış, çiskin olanda yəni necə davranmaq lazım olduğunu bilmirlər. Ona görə gəlin bu qaydalara əməl eləyək, diqqətli olaq. Xüsusən də o zonalara çox vaxt insanlar məxsusi olaraq Şuşaya, Xan kəndinə ailələri ilə gedirlər dincəlməyə, tanış olmağa, doğma yurdumuzun ən dilbər güşələri olan həmin əraziləri görməyə gedirlər və qaydaları bəzən unudurlar. Çünki heç vaxt getmədikləri yerdir. Ən az 30 ildən çox işğal altında olub o torpaqlar. Ona görə yolların şəraitinə bələd deyilik və yollarda bizi nələr gözləyir, onlara da bələd deyilik. İşıqlandırma ilə bağlı müəyyən çətinliklər var. Çünki orada yol infrastrukturu hələ yeni qurulur. Təmir gedən yollarda sürət rejiminə əməl etməliyik və işıq cihazlarından istifadə. Ancaq özümüzü düşünməməliyik. Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin gözünü qamaşdırmaq məqsədi ilə bəzən uzaq vuran işıqlardan istifadə edirik, amma bu qanunla qadağandır. Yol hərəkəti haqqında qanunun 73-cü maddəsini açıb baxsaq, görərik ki, bizə qanunda tələb olunur ki, 150 metr məsafə qalmış qarşıdakı nəqliyyat vasitəsinə uzaq vuran işıqlar yaxın vuran işıqlara keçirilməlidir. Və yaxud da uzaq vuran işıqların təsirindən gözü qamaşan sürücü avtomobili dərhal dayandırmalıdır, sürəti azaltmalıdır ki, daha aydın şəraitdə hərəkəti davam etdirə bilsin. Təəssüf yollarımızda işıqlandırma hələ də tam deyil və bu da ciddi problemlər yaradır. Xüsusən gecə saatlarında qaranlıqda baş verən qəzaların əsas səbəbləri kimi biz bunu görürük. Ona görə də hələlik mümkün qədər çalışıb diqqətli olmalıyıq. Yəni sürət nə qədər aşağı olsa, o qədər təhlükəsiz və rahat şəkildə mənzil başına çatmaq şansımız yüksək olur. Hər birinizə sağ-salamat mənzil başına çatmağı arzulayıram. Eyni zamanda getdiyiniz yerlərdən də sağ-salamat evinizə qayıtmağı arzulayıram. Qurban bayramınız mübarək olsun. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.